Mən bununla bağlı ümumiyyətlə paylaşanda mənə yazmışlar ki, Instagramda buna inananlar əlimdə yaxşı körpü var, satıram. Sözünə də inananlar da əgər istəyirsinizsə yaza bilərsiniz. Dostlar, ümumiyyətlə mənim bu layihələr haqqında danışmaqda yəni həqiqətən də heç bir çıxarım ola bilməz. Çünki dediyim kimi Avropa Birliyinin həyata keçirdiyi layihələrdir və məlum məsələdir ki, mən Avropa Birliyi ilə əməkdaşlıq edə biləcək hər hansısa bir bağlantım yoxdur onlarla və niyə mənimlə bunun üçün əməkdaşlıq etsinlər? Yəni onların da çıxarı odur ki, siz orada gedirsiniz, təşkilatlarda çalışırsınız. Burada müxtəlif yerlərdə çalışa bilərsiniz və yəni bir növ onların işini asanlaşdırmış olursunuz. Yəni, əlavə ödəniş etmək əvəzinə hər hansısa bir əməkdaş üçün o ödənişin yarısı qədər sizə ödəniş edirlər. Burada aylıq verilən xərclər də dəyişir. Şəhərdə məhsul olaraq, iqtisadiyyatından məhsul olaraq ola bilər ki, aylıq verilsin 300 avro, 400 avro və yaxud da 280 avro artıq gedəcəyiniz yerdən asılı olaraq dəyişəcək və layihələrin açıqlama hissəsində də nə qədər xərclər, yəni nə qədər bir əlavə ödəniş verildiyi qeyd olunur. Həmin ödənişə sadəcə sizin öz xərcləriniz və yemək pulunuz daxildir. Bəzi yerlər var ki, işlədiyiniz yerdə də yeməklərinizi verirlər. Ona görə onu da özünüz üçün saxlaya bilirsiniz. Eyni zamanda digər daxili nəqliyyatın ödənişi, eyni zamanda vizanın ödənişi, təyyarənin ödənişi, başqa yəni kommunal xərc ödəmirsiniz, qalmaq yerinin ödənişi, onların hamısı onlar tərəfindən qarşılanır əlavə olaraq. O verilən ödənişi isə sadəcə özünüz və yemək üçün istifadə edirsiniz. Adətən yetərli olur və hətta digər ölkələrdə gəzmək üçün fürsətiniz olur. Mütləq dəyərləndirməyinizi, yəni şiddətli şəkildə tövsiyə edirəm. Salam, ümid edirəm yaxşısınız və işləriniz qaydasındadır. Bu gün sizinlə Avropada necə xüsusi bir tələb olmadan bütün xərcləriniz qarşılanaraq yaşaya bilərsiniz, işləyə bilərsiniz. Bu haqqda danışmaq istəyirəm. Hansı ki, sizdən xüsusi bir dil sertifikatı tələb edilmir. Təhsiliniz belə olmaya bilər, iş təcrübəsinə baxılmır. Əsas məsələ sizin burada yazdığınız motivasiya məktubu, həqiqətən də o proqramda iştirak etməyə olan motivasiyanız və həvəsiniz, eyni zamanda təbii ki, proqrama uyğunluğunuzdur. Bəli, söhbət gedir European Solidarity Corps layihələrindən. European Solidarity Corps layihələri Avropada bir aydan bir ilə qədər müddətdə gedib könüllü olaraq hər hansısa bir təşkilatda part-time. Bu əslində part-time-dan daha az bir vaxt ola bilər. Bəzi təşkilatlar var ki, onlarda 2-3 saat işləyirsiniz gün ərzində. Həftədə 5 gün olmaqla işlədiyiniz proqramlardır. Təbii ki, bunun qarşılığında siz həm aylıq bir məbləğ alırsınız, eyni zamanda da səyahət xərcləriniz, sığorta xərcləriniz, yəni təyyarə bileti daxili, eyni zamanda orada transport, daxili nəqliyyatın bütün xərcləri qarşılanır. İngilis dili burada yüksək səviyyədə tələb olunmur, amma bəzi layihələr var ki, onlarda ölkənin öz dili tələb oluna bilər və yaxud da İngilis dili də yaxşı səviyyədə tələb oluna bilər, amma heç bir dilin də ümumiyyətlə xüsusi tələb edilmədiyi nə qədər layihə tapa bilərsiniz. Hansı ki, özümdən qeyd edə bilərəm ki, ilk dəfə getdiyim zaman mənim speaking bacarıqlarım, yəni danışıq bacarıqlarım ümumiyyətlə çox aşağı idi və buna baxmayaraq qəbul almışdım layihədən. Hansı ki, orada həm translatordan istifadə edərək, həm Azərbaycanın başqa iştirakçıları var idi, onların köməyi ilə layihə müddətində çalışırdım və eyni zamanda da orada əsas işlərimdən biri məqalə yazmaq idi. Sayt üçün məqalələr hazırlayırdım. Bunların hamısını da Azərbaycan dilində hazırlayıb daha sonra ingilis dilinə tərcümə edirdim. Amma çox yaxşı fürsətdir ki, bu müddət ərzində dil bacarıqlarınızı inkişaf etdirəsiniz. Sadəcə dediyim kimi diqqət etməlisiniz ki, yəni layihə yüksək dərəcədə dil bacarığı tələb etməsin. İlk olaraq sizə məlumat verim ki, bəs niyə bu layihələr var və niyə belə bir fürsət yaradılır? Burada əsas şərt 18-31 yaş qeyd edirəm mən. Yəni, əslində 18-30 yaş qeyd olunur. Sadəcə yəni 31 yaşınız bitənə qədər bu layihələrə müraciət edə bilərsiniz. Və əsas gənclərin inkişafı, Avropaya inteqrasiyası bir növ, Avropa mədəniyyəti ilə tanış olmaqları, ingilis dil bacarıqlarını, ümumiyyətlə dil bacarıqlarını inkişaf etdirməkləri üçün təşkil olunan layihələrdir. Avropa Birliyi tərəfindən bu layihələr maliyyələşdirilir və mən artıq uzun müddətdir ki, bu layihələr haqqında məlumatlar paylaşıram. Təbii ki, onlarla heç bir əməkdaşlığım yoxdur. Avropa Birliyi ilə sadəcə bu fürsətlərdən həqiqətən də yararlanmışam və məncə hər insanın təcrübə etməli olduğu, özünü inkişaf etdirmək üçün, özünü tanımaq üçün, CV-ni belə deyim, gücləndirmək üçün, gələcəkdə iş tapma fürsətlərini artırmaq üçün həqiqətən də möhtəşəm bir fürsətdir. Sadəcə etməli olduğunuz davamlı olaraq müraciət etmək və onların tələblərinə uyğun prosesi həyata keçirməkdir. Bəs müraciət prosesi necə olur? European Solidarity Corps layihəsi var, European Youth Portal saytından. Daxil olaraq ilk öncə özümüzdə profil yaratmalıyıq. Həmin profildəki məlumatları doldurduqdan sonra Europa CV hazırlayırıq. Europa CV-ni də hazırladıqdan sonra artıq layihələrə baxırıq ki, Azərbaycana aid olan layihələr hansıdırsa, burada ingilis dil bacarıqlarınız çox yüksək səviyyədə deyilsə, ingilis dil bacarığı xüsusi tələb olaraq qeyd olunmayan layihələrə baxın. Orada layihələrə daxil olduğunuz zaman həm description hissəsində, həm participant profile hissəsində görəcəksiniz ki, nələr tələb olunur və layihə nə haqqdadır. Müxtəlif ölkələrdə var, Avropanın əksər ölkəsi üçün layihələr həyata keçirilir. Çalışın ki, dediyim kimi davamlı olaraq müraciət edəsiniz, amma müraciətinizdə düzgün formada edəsiniz. Burada əsas sizin yazdığınız CV-yə, form varsa doldurduğunuz forma, eyni zamanda ən önəmlisi motivasiya məktubunuz əsasən seçilir. Motivasiya məktubunuz bir göstərməlisiniz ki, mən həqiqətən də sizin layihənizə iştirak etmək üçün uyğun bir namizədəm. Yəni
Orada sizin verdiğiniz taskları həyata keçirəcəm, eyni zamanda kreativ olacağam, yeni işlər görəcəm. Bu artıq layihənin mövzusundan asılı olaraq dəyişir. Bəzən də ola bilər ki, siz uşaqlarla işləyəsiniz və bu zaman göstərməlisiniz ki, siz həqiqətən də uşaqlarla işləmək üçün yetərli olan bacarıqlara sahibsiniz, yəni səbirlisiniz, emosional olaraq empatiya bacarığı ümumiyyətlə yüksək bir insansınız. Uşaqlarla işləməklə bağlı təcrübəniz varsa bunları mütləq qeyd edə bilərsiniz ki, sizi bu layihə üçün seçməlisiniz. Yenə də özünüzə uyğun layihələr seçsəniz qəbul olma şansınız daha yuxarı olacaq. Süni intellektdən çalışan motivasiya məktubunuzu yazılan zaman istifadə etməyəsiniz. Çünki avtomatik olaraq bilinir ki, süni intellektlə yazılıb və düşünün ki, nə qədər müraciət edən insan olur, onların arasından seçilmək lazımdır. Biz də hal-hazırda məsəl üçün layihələrə müraciət prosesini həyata keçiririk. Müraciət edən şəxslər üçün və onlara qəbul almağımızın əsas səbəbləri də yazılan motivasiya məktublarıdır ki, həqiqətən də proqrama uyğun olur. Ümumiyyətlə motivasiya məktubunda diqqət edin ki, sadəcə niyə bu layihədə iştirak edirəm sualının cavabını verməməlisiniz. Ümid edirəm sürətli danışmıram və başa düşürsünüz danışdıqlarımı. 0.75-də qulaq asın. Burada həm də ümumiyyətlə siz qeyd etməlisiniz ki, siz niyə uyğun namizədsiniz onlar üçün. Yəni orada gedib hansı işlər görəcəksiniz. Onların axtardığı iştirakçı profilinə uyğun bir namizəd olmalısınız ki, onlar sizi seçsinlər. İlkin qeydiyyat mərhələsindən sonra artıq olur müsahibə mərhələsi. Əgər dil bacarıqlarınız çox aşağıdırsa, müsahibə mərhələsində ya öncədən hazırlaşa bilərsiniz. Verilən suallar adətən bəlli olur ki, niyə burada könüllü olmaq istəyirsiniz, niyə bizim layihəmizi seçmisiniz, bu sayədə əlavə nə işlər görə bilərsiniz, ümumiyyətlə adaptasiya prosesində hər hansı bir problem yaşayacağınızı düşünürsünüzmü və s. kimi suallar qeyd olunur. Ya da ümumiyyətlə ingilisiniz çox aşağıdırsa, bu zaman orada artıq yanınızda kimsə ola bilər ki, o ingilisini bilən biri olsun və sizə kömək etsin. Amma burada da suallara o cavab versin deyil də, məsələn, suallar verilir qarşı tərəfdən. Həmin şəxs əgər başa düşmürsünüzsə sizə tərcümə edir, siz cavabını deyirsiniz və həmin şəxs onlara tərcümə edir. Çünki əgər birbaşa cavabını həmin şəxs vermiş olsa, onlar deyəcəklər ki, sizin əvəzinizə o şəxsi seçərdik də, yəni burada artıq bir anlamı qalmır. Ondan əlavə sizə nələri qeyd edə bilərəm? Güvənilirdirmi? Mən layihəsində olmuşam artıq və ətrafımda nə qədər olan insanlar var. Yəni mənim üçün 100% güvənli olub. Bu arada layihə təcrübəniz mənim də yenə hər biri çox yaxşı olub, amma mənfi olanlar da var, hansı ki bəyənməyənlər və yaxud da razı qalmayanlar, hər hansı bir problem yaşayanlar. Orada koordinasiya edən təşkilatla mən də problem yaşamışdım. Daha doğrusu könüllərə göstərdikləri xidmətin düzgün olmadığını düşünürdüm. Buna görə də bir mübahisəmiz düşmüşdü, amma bu mənim ümumi könüllü müddətimə təbii ki təsir etməmişdi. Mən sadəcə digər könüllülər üçün bir növ öncülük edərək o problemləri belə deyim, işin üzünə çıxırıb onlarla bir mübahisə yaşamışdıq. Amma bu da təbii ki qarşılıqlı müzakirə şəklində həll edilmişdi və bir-birimizi başa düşmüşdük. Ümumiyyətlə narahat olmamağınıza kömək edəcək şeylərdən biri də sizə Azərbaycandan da mütləq ki bir təşkilat dəstəkləyən təşkilat olur. Hansı ki onları biz adlandırırıq, göndərən təşkilatlar. Mən hər birində Sağlam Düşünün Gənclər təşkilatı ilə getmişəm. Maraqlana bilərsiniz onların səhifələrindən də layihələrlə. Ümumiyyətlə o layihələri tapmaq üçün, European Solar Corpus layihələrini tapmaq üçün hər hansısa bir əlavə saytlarda və yaxud da hər hansısa bir təşkilatları araşdırmağınıza ehtiyac yoxdur. Siz elə European News Portal saytına daxil olduğunuz zaman orada bütün layihələrin onsuz da elanlar olur. Başqa hansı ki bizim səhifəmizdə belə paylaşılan layihələrin hamısı oradan götürülür. Yəni orada olmayan hər hansı bir layihənin paylaşılması mümkün deyil. Başqa bir səhifələrdən ona görə də o səhifəni əslində izləyərək oradakı layihələrə müraciət etməyiniz yetərlidir. Sadəcə bir dənə diqqət etməli olduğunuz məqamlardan biri də odur ki, ümumiyyətlə açıqlama hissəsinə qeyd olunur ki, məsələn, müraciət edən zaman sadəcə burada müraciət edin və yaxud da əlavə link qeyd olunur ki, həmin linkdən müraciət etdiyiniz zaman müraciətiniz qəbul olunacaq. Buna mütləq diqqət edin və ancaq orada necə yazılıbsa ki, müraciət etmək lazımdır, o formada müraciət prosesinizi edin. Viza prosesi çox rahat olur. Əgər gedib səfirlikdə mən ora yaşamaq üçün, orada daimi qalmaq üçün gedirəm demirsinizsə, yəni vizanı çox rahatlıqla alırsınız və onlar artıq sizə dəvət məktubu göndərdikləri üçün, sığortanızı həll etdikləri üçün, yəni bütün yaşayış yerinizi təmin etdikləri üçün vizaya da müraciət etdiyiniz zaman hər hansı bir bank hesabına pul göstərmək və yaxud da əlavə bir sponsor göstərmək ehtiyacınız qalmır. Çünki bir növ həmin təşkilat, ümumiyyətlə layihələr sizin sponsorunuz olmuş olurlar. Əsas verilən suallar məncə bu yöndədir. Ona görə istədim ki, sizə bu haqda məlumat verim. Əlavə suallarınız olarsa hamısını şərhə yaza bilərsiniz. Eyni zamanda Instagram səhifəmi qeyd edirəm. Orada yazıb soruşa bilərsiniz. Müraciət prosesi ilə bağlı da, Europa CV-nin hazırlanması ilə bağlı da kanalımda videolar var. Hansı ki, detallı şəkildə birbaşa sistem üzərindən göstərmişəm. Oradan da girib baxa bilərsiniz. Eyni zamanda başqa hansı mövzularda danışmağımı istəyirsinizsə, xarici təhsillə bağlı bu arada qeyd etdiyiniz mövzuları özümdə yazmışam. Onlar haqqında videoları yaxın zamanda paylaşacağam. Başqa hansı mövzularda istəyirsinizsə, onları da şərhdə qeyd edə bilərsiniz. Ümumiyyətlə, kanalımı bəyənirsinizsə, faydalı olduğunu düşünürsünüzsə, videoları bəyənməyi, kanalı izləməyi və şərh yazmağı unutmayın. Növbəti videolarda görüşəndək.